Allah Teala mübarək Tövbə surəsinin 104-cü ayəsində buyurur ki: "Xuz min amvalihim sadaqatan tutahhiruhum və tuzakkihim biha." Ya peyğəmbər, onlardan, insanlardan sədaqələrini al və sədaqələrini almaqla onları paklacinən, onların ruhunu və onların mallarında olan çirkinlikləri aradan apar. Bir sözlə, sədaqə vermək həm ruhumuzun paklığıdır, həm də qazandığımız və qarışıq olan, qazancımızda belə qarışıq olan nələrisə qarışdırmışıqsa, onu təmizləmək üçündür. Və bir də mübarək ayət-i şərifədən aydın olan budur ki, yaxşılıq etmək, sədaqə verərək qarşı tərəfin o sevincini, qazancını əldə etmək səni cənnətlə müjdələməsi və bir növ neymətlərlə səni arındırır.